Rəhmən və Rəhim olan Allahın adıyla. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Salat və salam olsun Peyğəmbərimiz Muhammedə, onun ailəsinə və əshabına. Allahın vəlisi, dostu kimdir? Allahın yardımcısı kimdir? Qısa şəkildə ifadə etsək, bu kimsə Allahın sevimli quludur. Buxaridə keçən və Əl-Vilayeh olaraq da bilinən məşhur və qudsi bir hədisdə Uca Allah buyurur: Kim mənim bir vəlimə, dostuma düşmənçilik edərsə, mən ona müharibə elan edirəm. Və mənim qulum mənə ən çox sevdiyim şeylərlə, yəni ona vacib etdiyim ibadətlərlə yaxınlaşar. Və qulum nafilə, əlavə ibadətlərlə mənə yaxınlaşmağa davam edər, ta ki mən onu sevənə qədər. Mən onu sevənə qədər. Allahın vəlisi Allahın sevdiyi quldur. Və Allah onu sevdiyi zaman hədisdə də deyildiyi kimi, mən onu sevdiyim zaman onun eşitdiyi qulağı, gördüyü göz olaram və vurduğu əli, getdiyi ayaq olaram. Əgər məndən bir şey istəsə, mütləq ona verərəm. Əgər mənə sığınsa, mütləq ona sığınacaq verərəm. Allahu Ekber. Bu, Allah Azze və Cəllə tərəfindən verilən elə bir güc, elə bir şərəf və elə bir yüksək dərəcədir ki, Allahın vəlisi müsəlmandır. Hansı ki, o kəs sözündə və əməlində Peyğəmbərin sallallahu aleyhi və səlləm yolunu izləyir. Mərhəmətli, gözəl, təmiz, iffətli, təqvalı və səxavətli olan, əxlaq və xarakter baxımından ən gözəl olan şəxsdir. Və bu səbəbdən belə bir insan Allah yanında da gözəldir. Hansı ki, o Allah mütləq gözəllik sahibidir və gözəl olanı sevəndir. Bizə sevgini kim öyrətmişdir? Hər şeydən önəmlisi, sevgini yaradan kimdir? Allah bu insanı sevir. Necə ki, o Subhanahu və Teala buyurur, Allah onları sevər, onlar da Allahı sevərlər. Vəli yaxın olan, sevilən, dəstəkçi olan şəxsdir. Allahın dininə yardım edən və onu müdafiə edən şəxsdir. Kim Allaha yaxınlaşarsa, onu sevər və ona dəstək olar. Allah da şübhəsiz ki, onun vəlisi olar. Onu sevər, özünə yaxınlaşdırar və ona yardım edər. Necə ki, Allah Azza və Cəllə buyurur, əgər siz Allaha onun dininə kömək göstərsəniz, o da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. Allahın vəlisi Allahı həqiqi tanıyan və dində bidət çıxarmayan şəxsdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: Mən sizi açıq-aşkar bir yol üzərində qoyuram. Onun gecəsi gündüzü kimidir. Bu yoldan yalnız bədbəxt olan sapar. Qardaşlarım, vilayətə, Allahın dostluğuna çatmaq ancaq Peyğəmbərin qoyub getdiyi bu yolu izləməklə mümkündür. Bunun nə bir çətinliyi, nə də hər hansısa bir fəlsəfi tərəfi, nə də gizliliyi vardır. 5 fərz namazı yerinə yetirən və bu fərz namazlardan əlavə nafilə namazlar da qılan şəxs, hər gün səhər axşam zikir və dua edən, başqalarının qeybətini etməyən şəxs, gözlərini haramdan qoruyan, dilini və gözlərini Allahın razı olmadığı şeylərdən uzaq tutan şəxs. Əgər insan təqvalı olub haramlardan uzaq durursa, Allahın kitabını daim oxuyursa və salih insanlarla birlikdədirsə, bu yolda sabit qalarsa, o zaman vilayətə, Allahın dostluğuna çatacaq. Vilayət heç bir xüsusi şəxsə məxsus deyil. Yalnız Uca Allah vilayətin sahibidir. O, Allahdır. Bir qulunu sevərsə, ona vilayət verər. Heç bir yaxın dost, mələk, cin və ya insan bunu bəxş edə bilməz. Bu, səninlə Allah arasındakı bir əlaqədir. Uca Allah sənin qəlbində olanı görür, niyyətlərini və zahiri əməllərini bilir. Əgər sən çətinliklərə səbr göstərsən, Allah yolunda cihad etsən, onun izni ilə bu məqama çata bilərsən. Və bu məqama çatmaq üçün İslam elmini öyrənmək lazımdır. Bunu ancaq etibarlı alimlərdən elm öyrənməklə mümkündür. Allahın kitabını əzbərləmək və fiqh öyrənmək, mənəvi təmizlik və ixlaslı bir şəkildə əxlaqı gözəlləşdirmək lazımdır. Elm əldə etmədən Allaha yaxınlaşmaq mümkün deyil. Allaha doğru atılan ilk addımlardan biri elmdir, öyrənməkdir. De, bu mənim yolumdur. Mən və mənə tabi olanlar mötəbər dəlillərə əsasən insanları Allaha tərəf çağırırıq. Hidayət və yəqin elmlə Allaha yaxınlığı əldə etmək mümkündür. Əgər bu məqamlara və möcüzələrə çatsan, ilahi yaxınlığa nail olsan, o zaman vəzifən insanlara Allahın hər şeyə qadir olduğunu göstərmək olacaqdır. Bilin ki, Allahın vəliləri var, olmuşdur və qiyamət gününə qədər də olacaq. Vilayət qiyamət gününə qədər mövcuddur. Allahın sevimli qulları heç vaxt yox olmayacaqlar. Onlar gözlərdən gizlidir, təmizdirlər və təqvalıdırlar. Bu axtarışda olanlara örnəklər göstərmək lazımdır. Məsələn, İmranın qızı Məryəm
Peyğəmbər olmasa da onun ruzisi Allahdan gəlirdi. Allah ona ol deyirdi və olurdu. Onlara Buxari və Müslimdə gəlmiş hədislərdən örnəklər göstərmək lazımdır. Useyd ibn Xudayr və Abbad ibn Bişr Peyğəmbərlə sallallahu aleyhi və səlləm çox qaranlıq bir gecədə birlikdə idilər. Və onlar yola düşdükdən sonra onların arasında bir nur peyda oldu və bu nur sayəsində yollarını tapdılar. Ayrıldıqdan sonra isə hər birinin yanında yenidən bir nur ortaya çıxdı. Onlar sahabə idilər, Peyğəmbər deyildilər. İlahi məhəbbətə çatıb vilayətə yüksələn şəxsin duası Allah tərəfindən qəbul edilir. Bilmək lazımdır ki, həqiqi vəliyə qeyri-adi hallar baş verir. Yalançı, bidətçi isə yox. Bununla bağlı həm Buxari, həm də Müslimin qəbul etdiyi səhih hədisi danışmaq lazımdır. 3 nəfər bir mağaraya çatdılar və içəri girdilər. Bir qaya parçası dağdan diyirlənərək mağaranın ağzını örtdü. Onlar bu qayanı hərəkət etdirə bilmədilər. Beləliklə, hər biri Allah üçün etdikləri salih əməllərə istinad edərək dua etdilər. Birincisi, zina etmək üzrə idi. Lakin Allah üçün bu günahdan çəkindi və bununla dua etdi. Ey Rəbbim, əgər bunu yalnız sənin rizan üçün etmişəmsə, bu qaya yolumuzdan çəkilsin. Və qaya biraz çəkildi. İkincisi, valideynlərinə mehriban davrandığına görə dua etdi. Və qaya biraz daha çəkildi. Üçüncüsü isə dürüst və etibarlı idi. Bu hədis məşhurdur. Və sonda qaya tamamilə çəkildi. Bu, Buxari və Müslimdə olan səhih bir hədisdir. Heç kimin toxunmadığı bu qayanı kim tərpətdi? Bu, hər şeyə qadir olan Allahdır. Əl-Qadir olan Allahın adı həyatımızda təcəlli etməlidir. Əgər sən həqiqi möminsənsə, itaatkarsansa və Allahı sevirsənsə, Allah səninlə olacaqdır. Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar qəmgin də olmazlar. Onlar iman gətirənlər və Allahdan qorxanlardır. Onlar üçün dünya həyatında da, axirətdə də müjdələr vardır. Allahın sözlərində heç bir dəyişiklik olmaz. Bu, böyük qurtuluşdur. Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər. Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Diqqət edin, Allah buyurur, dünya həyatında da. Deməli, vilayət dünya həyatında da mövcuddur. Bu vilayət yalançılara, dində bidət çıxaranlara və mənfəət güdənlərə verilməz. Yalnız Allaha ixlasla bağlanan, onun rizasından başqa heç nə istəməyənlər bu məqama çatır. Onlar yalnız Allahın rizasını istəyirlər və Allah da onlardan razı qalacaqdır. Axı, Allahın rizasından daha üstün nə əldə edə bilərlər ki? Kainatların və onların da fövqündə olan hər şeyin sahibi səndən razıdırsa, səni sevirsə və səni tanıyırsa, başqa nə istəyirsən ki? Hansı ki, o, hər şeyin mülkü, əbədilik, zaman və məkan, göylərin və yerin xəzinələri əlində olandır. Başqa nə istəyirsən ki? Nəticə etibarilə, Allaha yaxınlaşan səmimi qul Allahdan başqa heç nəyi görmür və heç nəyə əhəmiyyət vermir. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bununla bağlı örnəklər göstərmişdir. İnsan Allahın sonsuz qüdrətinə və ucalığına, həqiqi imanla yaxınlaşır. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. O, qüdrət sahibidir, uca olan və şübhəsiz ki, hər şeyə qadirdir. Səhih hədisdə rəvayət olunur ki, bir padşah İbrahim Peyğəmbərin aleyhissalam həyat yoldaşı Saranı gördü. Hansı ki, o çox gözəl bir qadın idi. Və padşah onu özü üçün istədi. Ona toxunmaq istədikdə əli tutuldu və aciz qaldı. O dedi, əlimin sağalması üçün Allaha dua et. Sara da Allaha dua etdi və padşahın əli sağaldı. Sonra da padşah onu İbrahimə aleyhissalam geri qaytardı. Əgər biz kəramətlərdən, yəni möcüzəvi hallar və lütflər danışmağa davam etsək, bu söhbət qurtarmaq bilməz. İslam tarixi boyunca insanlar Allah dostlarına bəxş edilmiş kəramətlərdən danışmışdır. Bəli, bu cür insanlar həqiqətən də var və onlara digər insanlara baş verməyən şeylər baş verir. Bu kəramətlər yalnız Allah tərəfindən bəxş edilir, başqa heç kim tərəfindən yox. Bunlar Allahın bəxş etdiyi ilahi nemət və lütflərdir. Allah dostları qeyb bilgisinə sahib deyildir. Əksinə bunlar Allahın dilədiyi qullarına bəxş etdiyi nemətlərdir. Allah dostlarının heç bir haqq və söz sahibi olmadığı nemətlər. Peyğəmbərlər də Quranda bildirildiyi kimi həmişə qeyb bilgisinə sahib olmadıqlarını demişdir. Musa aleyhissalam və qövmü dənizin qarşısında aciz vəziyyətdə olduqları zaman insanlar belə dedi. Biz yaxalanacaq dedilər. Buna cavab olaraq Musa aleyhissalam belə dedi. Xeyr, Rəbbim mənimlədir. Peyğəmbərlərin hamısı sadəcə Allahın qullarıdır. Musa və digər peyğəmbərlər də yalnız Allahın uca və qüdrətli Rəbbin qulları olmuşdur.
Musa aleyhisselam vəhy gəlmədikcə nə edəcəyini bilmirdi. O çıxılmaz vəziyyətdə Allah buyurdu. Biz Musaya əsanla dənizə vur deyə vəhy etdik. Allahın əmri gəldikdən sonra o nə edəcəyini bildi və irəli addım atdı. Allah Rasulü da sallallahu aleyhi və səlləm Allahın ayəsi ilə insanlara belə deyirdi. Əgər qeybi bilsəydim əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Həqiqi təqva sahibi Allah dostu insanlara gəlib deməz ki, mən Allah dostuyam və mənə kəramətlər verilir. Və ya möcüzələr göstərib, bunun qarşılığında pul istəməz. Əgər belə edirsə, demək ki, o şeytandır. Heç kim Allaha yaxınlıq dərəcəsini əldə edib. Daha sonra bu cür qeyri-adi nemətləri və lütfləri, dünyəvi və cılız məqsədlər üçün qurban verə bilməz. Onlar az bir dəyər, fani dünya malı müqabilində Allahın ayələrini satdılar. Bu insanlar Allah Azza və Cəllə tərəfindən lənətlənmiş, həqir görülən insanlardır. Bu din ticarət vasitəsi deyildir. Yalnız Allahın rizasını və onu görməyə arzu edənlər, səmimi Allah dostları başlarına qeyri-adi bir şey gəldikdə bunu danışmazlar, gizləyərlər. Qardaşlar, möminlər arasında qəlbi Allaha səmimi şəkildə bağlı olan, Allahı həqiqətən sevən insanlar var. Onlar Allaha həqiqətən də bağlıdırlar və sanki bu dünyanın cənnətində yaşayırlar. Bu insanlar deyirlər ki, əgər ilahi elm bir şeyin üzərinə yazılsa, ona baxanlar onun qeyri-adi gözəlliyindən ölərlər. Onlar bu dünyada bir cənnətdən danışırdılar. Hansı ki, ora girməyən, axirət cənnətinə də girə bilməz. Əgər padşahlar və onların oğulları bizim yaşadığımız bu ləzzəti və saadəti bilsəydilər, bizi ondan məhrum etmək üçün qılıncla hücum edərdilər. Bu, Allahı görmüş kimi ona ibadət etməkdir. Əgər bunu bacarmırsansa, heç olmasa bil ki, Allah səni görür. Quran-ı Kərimdə Allah bizə bildirir ki, o bizə yaxındır. Həqiqətən Allah salih əməl sahibləri ilə birlikdədir. O buyurur, Allah iman gətirənlərin dostudur. Allah özünə, dininə yardım edənə mütləq yardım edər. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar və heç gözləmədiyi bir yerdən Allah ona rızq yetirər. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər. Quranda bizə Allahla, Azza və Cəllə, bağlayan bir çox ayə var. Kim haramı tərk edər, ümidini və güvənini Allaha bağlarsa, Allah onu heç vaxt tərk etməz. Mömin kimsə yalnız Allahdan qorxan bir muvahhiddir. Mütləq gücün sadəcə Allahın olduğunu bilir. Allahdan başqa heç bir varlığa ibadət etməz. Nə peyğəmbərə, nə mələyə, nə də salih bir kimsəyə. Onun yönəlişi yalnız Allahadır. Çünki o bilir ki, Allah rəhimlilərin ən rəhimlisidir. O, quluna yaxındır, rauf və vəduddur. Ona görə də Allahın dostu olan kimsə yalnız Allahdan istəyir və yalnız Allaha dua edir. Çünki onu Allah yaratdı. O Allahla yaşayır və Allaha qayıdacaqdır. Allahdan Azza və Cəllə diləyirik ki, bizi də özünə yaxın etsin və bizə cənnətdə peyğəmbərlərlə, şəhidlərlə və salihlərlə birlikdə ən yüksək məqamı nəsib etsin. Onlarla birlikdə olmaq necə də gözəldir.